Belə deyim, mən Soltanov Şükran, özüm əslən Sabirabad rayonundanam. 95-ci ildə Bakı şəhərinə köçmüşüm. 95-ci ildə Bakı şəhərinə köçmüşüm. Məktəbi, orta məktəbi elə Bakıda başlamışam oxumağa və o zamanlar mən uşaqlıqdan mənim idmana həvəsim olub. Belə deyim, məktəbimin altında bir boks zalı var idi. Bizim dərsdən qaçıb gedirdi, boksdan məşğul olurdu. O vaxtı boksda da yer tuturduq, indi məktəblər arası, klublar arası və idman məndə boksdan başladı. Sonra kickboksda uşaqlar arasında da onda yaş devri vardı. Dəfələrlə Bakı çempion oldum, klublar arası çempion oldum və daha sonra belə oldu ki, biz Rusiyaya gedəsi olduq ailəvi və orta məktəb mən orada davam elədim. Orada da başladım boksdan məşğul olmağa. Boksdan kandidat idman ustası, master sport gəldim, çıxdım. 2007-də döndük Azərbaycana. Azərbaycana dönəndə artıq hər şey başqa cür idi. Demək olar ki, çətinliklər ondan sonra başladı. Həqiqətən də mən gəldim, bura 17 yaşım var idi. Yəni, əskərlikdə belə hələ olmamışdım. Ona görə də bir çox yerlər məni heç işə götürmürdü, belə deyim də. Yəni, çox çətin bir dönəmlər idi, amma canlı cüsətdə idim də, yəni belə. Axırı bir dostumuz var, onda hələ dost deyildi, bir nəfərin yanına gətirdilər məni, heç kim götürmürdü yaş həddinə görə, 17 yaş. Bax, belə başladım, harada işləyə biləm, təbii ki, mühafizədə. Vallahi mən belə deyim, mənim elə bir ilk maaşım olub, aylıq 100 manat. Yəni, bu cür çətinliklər görmüşəm, 100 manat işləyirdim, axşam çıxırdım, yəni taksiyə pul olmurdu. İnansan, nə qədər yolu biz peşkom yeriyə gedirdik. Başqa bir işə düzəldim, başqa bir nəfərin bir tanınmış müğənninin mühafizəsində işlədim, özü dəvət elədi oradan mənə.